Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Yeni bir video ile karşınızdayız. Bugün hamımızı ilgilendiren bir mevzudan danışacağız. Qayıdış təzyiqi ne kadar olmalı? Elbette ki bizim kanalımızda bu barədə bir video var. O evveller yayınlanmış bir videodur. Ama bizde böyle bir xasiyyət var ki biz yeni olana kulak asmaq istəyirik. Bir de burada bizim de səhvimiz var ki bizim kanalımızda oynama listesi olmadığına göre insanlar çok çetinlikle aktarırlar ama bugün 232 videonun hamısının oynama listesi var. Kanalımıza girip bir hemen o 232 videoya bakabilirsin. Bugün biz aynı zamanda diğer derste olmayan ama bu dersimizde sizin için tapıp düzelttiğimiz, üzerinde işlediğimiz bir grafik barəsində məlumat verəcək. Ümumiyyətlə, gazın adından, markasından asılı olmayaraq bir kondisionerin içerisinde onun qaynama temperatürü optimal olarak müsbət 5 derece götürülmüşdür. Deyək ki, 410 gazı müsbət 5 derecede 120 psi, 22 freonu təxminən 70 psi, 407 freonu təxminən səhv etmirəmsə 80 psi və sair kimi təzyiqdə demək, həmən freonlar müsbət 5 derecede qaynayır. Yani kondisionerin içerisinde, kondisionerin buharlaştırıcısında biz eğer freonun müsbət 5 derecede optimal temperaturda qaynamasını istəyiriksə, o zaman qayıdış borusundaki təzyiqi dediğimiz səviyyədə saxlamalı. Yani 413'ün 120 psi'da, 122 psi'da saxlamalı. Bəs bu həmişə mümkündürmü? Əlbəttə ki, yox. Eğer bir kondisioner inverter tiplidirsə və yaxud Mitsubishi kimi TXV, EEV yani Electronic Expansion Valve, elektron genişleme kranı ile təchiz edilmişsə, belə kondisionerlərdə əlbəttə ki 122 psi'yi saxlamaq rahatlıkla mümkündür. Çünkü hemen kondisionerlerde çöl üstədə olan ventilatorun sürəti dəyişdirilə bilir. Mesela Mitsubishi'lerde SRK 52, 56, 63 ve 71'lerde çöl üstədə 3 sürət var. Aynı zamanda çöl üstədə plata var ve orada olan elektronik expansion valve da kapiler borudan çok mükemmel freonun ötürülmesini təchiz edir. Yani kapiler boru çok ucuz olduğuna göre ucuz kondisionerlerde kapiler borudan istifadə edilir. Bu sebepten de biz kapiler boruyla olan kondisionerlerde ideal işlemeni yalnız ve yalnız havanın temperatürü 30-35 derece olanda gözləyə bilərik. Hörmətli izləyicilərim, indi siz ekranda grafiki, hakkında danışdığımız grafiki görürsünüz. Hörmətli izləyicilərimiz, bu grafik necədir? Əvvəla onu deyək ki, kondisionerin gördüğünüz bu grafikte 10 dəqiqədən sonra bu göstericileri yoxlamaq lazım. Yani kondisioner əvvəlcə işe salınır, onun hem iç hissəsi, hem çöl hissəsi təmizdir. Kondensatorlar hamısı normadadır, yani hiçbirisi tutumunu itirmeyip ve bu zaman biz ne görürük? Burada küsədə olan temperatura baxırıq. Məsələn, deyək ki, standart götürək, küsədə olan temperatur 30 derecedir. Otağımızda olan temperatur 25 derecedir. O zaman bizim qayıdış borumuzda olan təzyiq ne kadar olacaq? Burada demek 30 dereceden başlayan eğri ile aşağı düşürük ve 25'in üstüne baxırıq ve burada 9 bar təzyiqi görürük. Hörmətli izləyicilərimiz, gördüğünüz gibi bu cədvəl bize həqiqətən də yardım edə bilər. Deyə bilərsiniz ki, Yusuf müəllim, bu cədvəli biz necə telefonumuzda saxlayaq? Siz sadece olarak videoya bakarken onu screenshot edirsiniz ve bundan sonra hemen video siz telefonunuzun yaddaşında saxlayabilirsiniz. Bizi ilgilendiren elbette ki bunun saxlanılması değil, mahiyyətini size başa salmalıdır. Gəlin indi belə bir vəziyyəti göz önüne gətirək. Müşteri aprel ayıydı və yaxud may ayıydı və yaxud hətta bugünkü kimi, dünənki kimi iyul ayıydı ve iyun ayıydı ve hava soğukdu. Yani 21 derece, 22 derece temperatur var. Acaba bizi kondisioneri yoxlamaq üçün çağırıblarsa bu cədvəl bizim işimize yarayırmı? İndi gəlin yenə də cədvələ baxaq. Hörmətli izləyicilərimiz, cədvəldə 20 derece yoktur. Orada demək 20 değil, 22 derece var ve biz 22 derece olan eğri ilə yenə də
otağın içərisində otaqda olan temperaturun kəsişməsinə baxırıq. Bayırda əgər havanın temperaturu 20 dərəcədirsə, böyük ehtimalla otaqda olan temperaturda təxminən 23 dərəcədə olacaq, 23 dərəcə olacaq və bu zaman biz təxminən təzyiqin 8 barın üzərində dayandığını görürük. Bəs həqiqətən də belə olurmu? Qeyd etmək istəyirik ki, hörmətli izləyicilərimiz, gördüyünüz bu təzyiqlər əsasən ideal formada işləyən bir kondisionerə aiddir. Bugün istehsal olan kondisionerlərin metalları həddindən artıq az olur. Onların sahəsi çox az olur. Biz bilirik ki, qaynamaya, buxarlanmaya təsir edən amillərin başında demək, nə durur? Təzyiq, sahə və istilik enerjisinin verilməsi. Əgər biz deməli, freonun daha intensiv qaynamasını istəyiriksə, o zaman buxarlaşdırıcının sahəsi də geniş olmalıdır. Nə yazıq ki, biz bu günləri nə görürük? Çox balaca buxarlaşdırıcıdan istifadə edirlər və adını da deyək ki 18.000 butu, 24.000 butu qoyub istehsal edib və bizə də gətirib satırlar. Və belə kondisionerlərdə biz əlbəttə ki bu cədvəldə gördüklərimizi ola bilsin ki görməyəcəyik. Bu gördüklərimizdən azını görəcəyik. Az görəcəyik və yaxud çox görəcəyik. Niyə görə çox görəcəyik? Çox görəcəyik o vaxtı ki, havanın temperaturu 35 dərəcədən çoxdur. Az görəcəyik ona görə ki, buxarlaşdırıcının sahəsi azdır. Hörmətli izləyicilərimiz, o zaman sual ola bilər ki, bəs o zaman Yusuf müəllim bu cədvəli niyə bizim üçün hazırlayır? Mənim bu cədvəli hazırlamaqda məqsədim odur ki, biz normal kondisionerlərdə bu təzyiqi görəcəyik. Yəni, normal qiyməti olan, məsələn, biz indi reklam olmasın deyə adlarını çəkmirik, amma həqiqətən də Çin markalarının içərisində həqiqətən də ad çəkməyəcəyim, amma onların da içərisində çox gözəl, keyfiyyətli mallar olur. Biz əlbəttə Yapon markaları barəsində danışmağı istəmirik, çünki onsuz da hamı bilir ki, Yapon markaları öz sözünü çoxdan deyib. Hörmətli izləyicilərimiz, havanın temperaturu aşağı olanda sizdən istənilən bu göstəricilərə yaxın bir şey görməkdir. Əgər kapillarla təchiz edilmiş bir kondisioneri yoxlayırıqsa, o zaman yenə də bizim köhnə metodumuza baş vura bilərsiniz. Nədir o köhnə metod? Havanın temperaturu aşağı olanda, 21, 22, 23 dərəcə olanda temperaturundan asılı olaraq çöl hissənin arxasına balaca bir karbon parçası qoya bilərik. Məsələn, deyək ki, onun sahəsinin, əgər hava həddindən artıq soyuqsa, deyək ki, 18 dərəcədirsə, o zaman tən yarısını bağlaya bilərik. 20 dərəcədirsə, deyək ki, 30%-ni, 22 dərəcədirsə, kiçik bir əski parçası qoyub kondensasiya temperaturunu qaldıra bilərik və bu zaman kondensasiya temperaturu qalxdığına görə də biz qayıdış təzyiqində freonun təzyiqinin normaya düşdüyünü görəcəyik. Yəni, bu cədvəldəkinə yaxın olduğunu görəcəyik. Hörmətli izləyicilərimiz, kəsinliklə hara gəldi qaz vurmaq lazım deyil. Bilmək lazımdır ki, bir qazın kondisionerə yüklənməsi əgər bir neçə dəqiqəmizi çəkirsə, hörmətli izləyicilərimiz, o qazın oradan çıxardılması və o kondisioneri yenidən normal vəziyyətə salınması saatlarımızı ala bilər. Və üstəlik də bunun üçün xüsusi recovery machine, yəni qaz freonu sistemin içərisindən yığmaq üçün xüsusi maşın olmalıdır, aparat olmalıdır, cihaz olmalıdır və bundan başqa da xüsusi balon olmalıdır ki, həmin balonlar 48 bar təzyiq ilə test edilir. Çünki bu çox qorxulu bir şeydir. Yəni bu səbəbdən də həmin balonlar da ağır olurlar ki, yəni bu təzyiqə davam gətirsinlər. Bu səbəbdən lütfən qaz vurmamışdan qabaq dəfələrlə fikirləşin. Lazımsa hətta mənə zəng edin. Böyük məmnuniyyətlə yardım etməyə hazırıq və bundan sonra yəni lazımdırsa onu edin. Yəni bir kondisionerin qazı qurtarmır. Kondisioner 20 il, 30 il, 40 il işləyə bilər, amma onun qazı heç bir halda qurtarmır. Heç bir halda qaz köhnəlmir. Bir qazın köhnəlməsi üçün 100 il, 200 il vaxt lazımdır. Hətta həmin vaxt keçərsə belə onun içindəki olan qazın yalnız bir neçə faizi parçalana bilər. Bu səbəbdən yəni bəzi adamların
bəzi müştərilər aldadaraq sizin kondisionerdəki qaz köhnəlmişdir, onu yeniləmək lazımdır kimi laflar deyib insanları aldatmaq lazımdır. Hörmətli izləyicilərimiz, biz bu videoları Allah rızası üçün sizə kömək məqsədilə çəkirik və bunu biz davam edəcəyik. Nə vaxta qədər bu ağzımızla, ciyərimizlə nəfəs alırıq, biz buna davam edəcəyik inşallah və sizi məlumatlandıracaq. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildirdik. Mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi. Bu kitabı əldə etmək istəyənlər lütfən bizə müraciət etsinlər. Biz də inşallah onu sizə göndərərik. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.